Hər şey böyük partlayış ilə başladı. Bu sadəcə bir partlayış deyildi. Bu, zamanın ilk dəfə nəfəs alması demək idi. Məkan genişləndi, boşluq doldu. Maddə varlığını hiss etdirdi. Milyardlarla il ərzində yeni ulduzlar doğuldu, yandı və söndü. Onların daxilində həyatın gizli toxumları, ağır metallar, elementlər formalaşdı. Və bugün sənin, mənim bədənimdəki hər atom bir ulduzun xatirəsidir. Görünür, Nəsimli düz deyirdi. Sığar ki cahan, mən bu cahana sığmazam. Gövhər ilə məkan mənəm, kövn məkana sığmazam. Yer kürəsi isə belə yarandı. Günəş sistemi yaranarkən kosmik toz və qaz buludlarının toqquşması ilə formalaşdı. Bu prosesə akresiya deyilir. Planet tamamilə ərimiş bir lava topu kimi idi. Temperatur minlərlə dərəcəyə çatırdı. Səmada isə meteorit yağışı dolu idi. Bu dövr Hadean eonu adlanır və yaxud da buna Hades cəhənnəmi də deyilir. Çünki yer kürəsi həqiqətən də cəhənnəmi xatırladırdı. 4,4 və 4 milyard il əvvəl yer yavaş-yavaş soymağa başladı. Vulkanlardan çıxan qazlar atmosferi yaratdı, su buxarı sıxlaşdı və ilk okeanlar formalaşmağa başladı. Bu, həyat üçün çox gözəl, əlverişli bir yer məkanı idi. Hələ həyat yox idi, amma həyat üçün gözəl bir səhnə hazırlanırdı. 3,8 milyard il əvvəl elm adamları hesab edir ki, həyat okeanların dərinliklərində başladı. Bu, abiogenez prosesi ilə baş verdi. İlk canlılar tək hüceyrəli bakteriyalardı. Oksigen yox idi, enerji isə kimyəvi reaksiyalar vasitəsilə alınırdı. Bu canlılar çox sadə idi, amma gələcəyin əsası da elə bu canlılardan başlayırdı. 2,5 milyard il əvvəl bəzi bakteriyalar işıqdan istifadə etməyi öyrəndilər. Bu proses hamımızın çox gözəl bildiyi fotosintez idi. Günəş işığını enerjiyə çevirirdilər. Yan məhsul isə əlbəttə oksigen idi. Lakin bu oksigen heç kəsə lazım deyildi. Yer tarixinin ən böyük dönüm nöqtələrindən biri də elə bu idi. Oksigen əvvəlcə çox zəhərli idi və bir çox canlıların məhvinə gətirib çıxartdı. Bu hadisə böyük oksigen zəhərlənməsi, oksigenləşmə hadisəsi kimi də tanınır. 2 milyard il əvvəl hüceyrələr yavaş-yavaş inkişaf etməyə başlayırdı və bu həyata adaptasiya olurdular. Bir hüceyrə digər hüceyrəni uddu, amma onu məhv etmədi. Onlar birləşərək daha da çox gücləndilər. Bu mərhələ göstərdi ki, inkişaf təkcə mübarizə deyil, həm də bir birləşmədir. Və bu gələcəkdə həm bitkilərin, həm heyvanların, həm də insanların yaranmasının başlanğıcı idi. 541 milyon il əvvəl bu dövr Kembri partlayışı kimi də adlanır. Qısa müddət ərzində minlərlə yeni canlılar, növlər yaranmağa başladı. İlk dəfə kompleks orqanizmlər ortaya çıxdılar. Sanki yer birdən-birə canlılarla qaynamağa başlayırdı. 250 və 66 milyon il əvvəl yer kürəsində dinozavrlar hökmranlıq edirdi. Meşələr nəhəng sürüngenlərlə dolu idi. Okeanlar və samada onların hökmranlığı altında idi. Amma bu nəzarət çox da uzun sürmədi. Təxminən 66 milyon il əvvəl böyük bir asteroid yerə çırpıldı. Bu hadisə Kretase Paleogen adlanır
və bu hadisə nəticəsində dinozavrların çox böyük bir hissəsi məhv oldu, iqlim dəyişiklikləri baş verdi, qlobal ekosistem tamamilə çökdü. Yer yeni canlılara artıq açıq idi. Dinozavrların yox olmağı məməlilər üçün çox əlverişli idi. Onlar artıq rahat şəkildə ovlana bilərdilər və təbii ki, inkişaf edə bilərdilər və getdikcə ağıllana bilərdilər. Və beləcə ilk məməlilərdən başlayaraq müxtəlif heyvanlar, kiçik canlılar böyüdü, zəkalarını inkişaf etdirdi və nəhayət primatlar ortaya çıxdı. Primatlardan isə ilk Homo sapiens əmələ gəldi. Təxminən 300 min il əvvəl. Bəs görəsən insanı fərqli edən nə idi? Beyin və abstrakt düşüncə, gələcəyi planlaşdırmaq, simvolik dil yaratmaq, mədəniyyət qurmaq, bilik və bu biliklərin nəsildən nəslə ötürülməsi, genetik yox, mədəni təkamül məhz insan sayəsində baş verdi. İnsanlar alətlər və texnologiyalar kəşf etməyi öyrəndilər və bu texnologiyaların sayəsində təbiəti dəyişdirmək qabiliyyətinə malik idilər. Bəs ilk insanlar necə yarandı? İlk insan alimlərin hesablamalarına görə Afrikadan çıxıb və təxminən 60-70 min il əvvəl olub. Bu yayılma zamanı müxtəlif mühitlərə uyğunlaşdılar. İlk olaraq günəş və dəri rənginə görə ekvatora yaxın olan insanlar daha çox dərisi tünd idi, çünki onlarda melanin çox idi, melanin onları günəşdən qoruyurdu. Amma açıq dərili insanlar isə daha günəş az olan yerlərdə idi, çünki orada vitamin D-nin sintezi başqa cürə baş verirdi. Eyni zamanda bədən komplektasiyası da iqlim şəraitinə uyğun idi. Digər faktorlar isə qida, xəstəliklər, coğrafi izolyasiyalar təbii ki, insanlarda müxtəlif iqlərin formalaşması üçün bir şərait yaratdı. Amma bir şey nəzərdə tutmalıyıq ki, iqlər bioloji olaraq sərt sərhədlərlə ayırmaq olmaz. Əslində, genetik baxımdan bütün insanların genetikası eynidir. Fərqlər isə çox kiçik adaptasiyalardır. Başqa cürə desək, irq biologiyadan çox tarix, cəmiyyət və mədəniyyətlə əlaqəlidir. Sivilizasiya. Sivilizasiya insanın ikinci təkamülü idi. Son 10 min il ərzində kənd təsərrüfatları yarandı, şəhərlər, ölkələr salındı, dövlətlər quruldu. Bu mərhələ əslində bioloji yox, daha çox mədəni təkamül idi. Artıq dəyişən genlər yox, ideyalar idi. Və nəhayət müasir dövr. Güc və məsuliyyət. İnsan atımı parçalayır, iqlimi dəyişir, süni intellekti yaradır. Bu nöqtədə yer tarixində ilk dəfə bir növ planetin taleyini həll edə bilər və planetə güclü şəkildə təsir edə bilər. Hətta təkcə planetə yox, kosmosa belə. Yer kürəsinin tarixi bizə 3 böyük bir həqiqəti göstərdi. Biz ayrı deyilik, biz təbiətdən kənar deyilik, onun davamıyıq. İnkişaf xətti düz deyil, böhranlar inkişafın ayrılmaz hissəsidir və insanlıq böyük, bütöv bir növdür və ayrılmazdır. İnsan sivilizasiyasını son 10 min ili götürsək, yerin tarixi üçün bu çox qısa, cüzi bir zamandır. Amma elə qəribəsi də budur ki, yer kürəsində bu qədər az bir zamanda mövcud olan insanlar yer kürəsinə bu milyard illər ərzində daha çox ziyan vurub. Ona görə də düşünürəm ki, biz insanların həqiqətən də çox böyük gücü var, böyük gücə malikdir, lakin bu gücü düzgün istifadə etməliyik. Heyif ki, biz hələ bunu anlamamışıq. Kainat milyard illər boyu maddə yaratdı.
Yer həyat yaratdı. Amma insan isə bu həyata məna yaratdı. Yer kürəsinin tarixi bizə bir şey öyrədir. Xaosdan harmoniya doğa bilər. Amma onu qorumaq isə artıq bizim öz əlimizdədir. Videonu bəyəndinizsə kanala abunə olmağı və like etməyi unutmayın. Növbəti videolarda görüşənədək hələlik.